Bismillahirrahmanirrahim. Hər birinizi xoş gördük, əziz izləyicilər. Mübarək Ramazan ayının bu günündə fədakarlıq haqqında qısa olaraq danışmaq istəyirəm. Bildiyimiz kimi dinimizin əsas məsələlərindən biri fədakarlıqdır. Bizlər bir-birimizə qarşı fədakar olmalıyıq. Mübarək Ramazan ayı baxın buna xidmət eləyir. Mübarək Ramazan ayı fədakarlığı aşılayır, bizə fədakar olmağı öyrədir. Mübarək Ramazan ayında biz çətinlikdə olanların, sıxıntıda olanların hallarından daha çox agah ola bilərik. Acların halından daha çox agah ola bilərik. Və bu məsələ bizdə fədakarlıq ruhiyyəsini yarada bilər. İnsan bu ayda, bu günlərdə çətinlikdə olan insanlar haqqında danışsın, onları axtarsın, tapsın, imkanı çatdığı qədər, bacardığı qədər onlara kömək eləsin, onları sıxıntıdan çıxartmağa çalışsın və onlar üçün ən azından dua eləsin. Dualarımızda sıxıntıda olanları unutmayaq, çətinlikdə olanları unutmayaq bu ayda. Onlar üçün dua eləyək, xəstələr üçün dua eləyək. Onlar ki, öz sağlamlıqlarından məhrum olublar, sağlam həyatdan məhrum olublar, cisim baxımından. Onlara dua eləyək və bütün müsibətdə olanların, çətinlikdə olanları düşünək, onların o haldan çıxmaları üçün dua eləyək. Bu da bir növ insanın fədakarlığıdır. Mənim böylüyüm başqalarını nə qədər düşünməyimdən asılıdır. Başqaları haqqında nə qədər çox düşünə bilirəmsə, başqalarının halı, çətinliyi məni nə qədər narahat eləyə bilirsə, mən o qədər insanam, o qədər böyümüşəm. Böylük bununla ölçülür. Və bu ayda sevdiyimiz şeylərdən Allah yolunda keçməyi öyrənək. Quran-ı Kərimdə Allah buyurur, Lən tənəlul bir, hətta tunfiqu mimma tuhibbun. Yaxşılardan olmazsınız. Əbrar Quran-ı Kərimdə bir dərəcədir, bir statusdur. Yaxşıların məqamı. Yaxşılardan olmazsınız. Sevdiyiniz şeylərdən Allah yolunda keçməyənə qədər. Bunu bacarmayana qədər yaxşılığa çatmazsınız. Yaxşı olmazsınız. Yaxşı olmaq üçün sevdiyin şeylərdən də yaxşı olmaq üçün sevdiyin şeylərdən Allah yolunda keçməyi bacarmalısan. Həzrət Fatimə Zəhra sallallahu əleyha bu ayənin nümunəsidir. Toy günündə atası Həzrət Peyğəmbər aldığı öz gəlinliyini ehtiyaclı gəldi və Allah yolunda infaq elədi, onu verdi. Peyğəmbər soruşanda ki, qızım niyə belə elədin? Həzrət Fatimə buyurdu ki, ata Quran-ı Kərimdə Allah buyurur ki, sevdiyiniz şeylərdən Allah yolunda keçməyənə qədər yaxşılığa çatmazsınız. Mənə də bu günləri ondan sevimli bir şey yox idi. Atam Peyğəmbər almışdı, sən almışdın və gəlinliyim idi və Allah yolunda onu infaq elədim. Həzrət Peyğəmbər sevindi, şad oldu. Və sevdiyiniz şeylərdən, nəinki mənim buna ehtiyacım yoxdur, qalıb, məsələn də, ehtiyacsızdır, sıradan çıxıb, xarab olub, heç bir şeyə istifadə olunası bir vəziyyətdə deyil, geyim olsun, hər hansı bir əşya olsun, bunu verim, adını da qoyum, mən infaq elədim və yaxşılardan oldum, belə deyil. Quran buyurur, sevdiyiniz şeylərdən, xoşladığınız şeylərdən, o şeylər ki, onun üstündə əsirsiniz, onu çox istəyirsiniz, ona könül bağlayıbsınız, o şeylərdən Allah yolunda keçməyi bacarmalısınız. Fədakarlıq budur. Və mübarək Ramazan ayı bizə bunu öyrədir. Allah yolunda keçməkdən. Baxın, bizlər bu ayda nəfsdən, nəfsimizin istəklərindən etiraz eləməyi, keçməyi öyrənirik. Nəfsimiz bir çox şeylər istəyir, biz onun qarşısını alırıq, deyirik ki, mən orucam, olmaz. Nəfsimdən keçirəm, istəklərimdən keçirəm və fədakarlıq xüsusiyyəti məndə yaranır. Başqalarına da qarşı mən fədakar olmağı bu ayda məşq eləyirəm. Ona görə də bu ay fədakarlıq ayıdır.
Çalışaq bu ayda gücümüz çatan qədər fədakarlıq eləyək. Allahın bəndələrinə qarşı fədakarlıq eləyək. Allahın bəndələrinə xidmət eləyək. Hədis-i qudsidə Həzrət Musa Allahdan soruşdu. Həzrət Musa bilir, Allaha belə sual vermək olmaz, amma bir şey var ki, onu almaq istəyir, onu öyrənmək istəyir. Həzrət Musa əleyhissalam Allaha buyurdu, İlahi, sən insan olsaydın, ən mühüm işin vəzifən nə olardı? O əzəmətdə Allah, dünya və axirətin sahibi cavab verir. Buyurur, ya Musa, əgər mən bəndə olsaydım, ən mühüm işim insanlara xidmət etmək olardı, insanlara yaxşılıq etmək olardı. Ona görə də insanı bir məqama çatdıran xüsusi bir əməl varsa, Allah yanında o da fədakarlıqdır. O da insanlara, Allahın bəndələrinə qarşı yaxşılıq eləməkdir, fədakar olmaqdır. Onların ehtiyaclarına qaçmaqdır. Və bunu özümüzə fürsət bilək, özümüzün ehtiyacımız var. Hədisdə var ki, sədəqə verənin özü daha çox ehtiyaclıdır o sədəqə alandan. Özümüzün daha çox ehtiyacımız var ki, onu Allah yolunda verək. Özümüz möhtacıq. Bütün bunların xeyri, mənfəəti də bizim özümüzə qayıdır. Allah bu ayda bu xüsusiyyəti hər birimizdə yaratsın və hər birimiz də bu xüsusiyyət üçün çalışaq, səy eləyək və bu xüsusiyyəti özümüzdə yaradaq ki, Allah yanında ən yüksək dərəcələr, məqamlar bu xüsusiyyət vasitəsilə əldə olunur. Allah hər birimizi fədakar bəndələrdən qərar versin inşallah. Söhbətimiz bu qədər. Sağ olun, salamat qalın.